Bugünkü aparıcılar çoxdur da, efirdə çoxlu verilişləriniz var. Siz bugünkü aparıcılardan razısınız? Razı olduğum da var, olmadığım da var. Amma bir onu bilirəm ki, bugün böyük bir rəqabət var və bütün aparıcılar çalışırlar ki, yaxşı iş ortaya qoysunlar, yaxşı bir proyektə, yaxşı layihə imza atsınlar ki, baxılsın. Bugün ən böyük şərt o verilişin baxılmasıdır. Bəli. Əgər veriliş baxılırsa, deməli orada nəsə var. Deməli orada o aparıcıda bir impuls var, bir pozitiv enerji var ki, onu ötürə bilir. O sözdən, danışıqdan çox sənin də olan pozitiv enerjidir. Sən o enerjini Ötürməlisən. yansıda bilsən tamaşaçıya, sənə baxacaqlar. Amma belə bəyəndiyim demirəm. Yəni razı qaldığım da var, qalmadığım da var. Dostum olan da var, olmayan da var. Amma indi verilişlərə gedirik də. Yəni bizim işimiz bu.